Ruhun sıxıldığı yerdə bədən şişər, çünki sıxılan enerji harasa getməlidir. Artıq çəkinin və piylənmənin yüzlərlə şuuraltı səbəbi var. Bəs gerçəkləşməmiş arzularınızın və peşmanlıqlarınızın kökəlmənizə səbəb olduğunu bilirdiniz? İnsan zehindən ibarətdir, geridə qalanı ətli sümüşdür. Bədəniniz kökəlməklə sizin gözəlliyinizə xəyanət etmir, o sadəcə zehninizin əmrlərini icra edir. Əgər bir arzu doğulubsa, amma ifadə olunmayıbsa, yaşanmayıbsa, tamamlanmayıbsa, onun enerjisi havada qalmır, bədəndə qalır və piy təbəqəsinə çevrilir. İndi isə gəlin bu sistemi diqqətlə incələyək. Bir şeyi arzuladığınız an bədəndə emosional vəziyyətin dəyişdiyini yəqin ki bilirsiniz. Çünki istəklərinizin gerçəkləşməsi üçün enerjiyə ehtiyacınız var və zehniniz bu səbəbdən ehtiyacınız olan enerjini dərhal bədəninizdə yaradır. Siz bu enerjilər sayəsində istəklərinizə qovuşursunuz. Ancaq boğulmuş istəkləriniz hərəkətə keçməyən enerjinin yığılmasına səbəb olur. Kaş ki idmana yazılaydım, kaş ki ona o vaxt sevdiyimi deyəydim, kaş ki biraz ürəkli olaydım. İnsan nə qədər çox kaş ki deyirsə, bir o qədər enerji keçmişin yükünə çevrilir. Çünki sən nə o arzunu yaşaya bilmirsən, nə də onun ehtiyacını sustura bilmirsən. Axı niyə o qərarı verdim düşüncəsi peşmanlığınızı, birdən alınmaz düşüncəsi qorxunuzu, artıq çox gecdir düşüncəsi gecikmişlik hissinizi, nahaq o şansı qaçırdım düşüncəsi isə özünüzü bağışlamadığınızı göstərir. Bu hisslər səbəbindən indini yaşaya bilmirsən, nə yenidən cəhd edə bilirsən, nə də o arzunun səsidir yanır. Hər dəfə bir arzundan imtina edəndə isə bədəninə bir şey əlavə olunur. Əgər ruhun sevinclə dolmazsa, bədənin yağla dolar. Bədənindəki artıq çəkilər sadəcə yeməklərin nəticəsi deyil, onlar həm də yaşaya bilmədiyin bir ömrün, ifadə edə bilmədiyin bir hissin, gedə bilmədiyin bir yolun fiziki təzahürüdür. İnsan bədəni öz sahibinin senarisidir. Əgər bədən çox şişibsə, deməli çox şey yazılıb, amma kinosu çəkilməyib. Bədən heç vaxt yalan danışmır. Qarın çıxıbsa, deməli içində ata bilmədiyin duyğular var. Artıq çəkiyə görə çoxları pəhriz saxlayır, idman edir və onların bəziləri arıqlayır. Lakin sonra yenidən kökəlirlər. Çünki kökəlmək sadəcə yemək problemi deyil, həm də natamamlıq problemidir. Pəhriz isə özünü cəzalandırmağın zərif formasıdır. Bəlkə də yeməyin qarşısını ala bilirsən, amma duyğuların qarşısını ala bilmirsən. Yaşamaq istəyi azaldıqca yemək arzuların yerinə keçir. Çünki yemək səni mühakimə etmir, səni olduğun kimi qəbul edir. Gerçəkləşməmiş arzular kədər yaradır. Kədər tənhalıq doğurur. Tənhalıq isə təskinlik axtarır. Ən asan təskinlik yemək, ən səssiz sevgi şirniyyat, ən sürətli təsəlli isə isti təndir çörəyidir. İnsan sevilmədikdə, dəyərli hiss etmədikdə, həyatdan bezdikdə həyatın dadını yeməkdə axtarır. Kökəlmək çox yeməyin deyil, çox susmağın, həddən artıq qorxmağın, çox gözləməyin və çox təxirə salmağın nəticəsidir. Əgər sən dəyişmək istəyirsənsə, ilk növbədə yeməyinə yox, həyatına baxmalısan. Çünki insan pəhriz saxlasa da keçmişin ləzzətindən qopa bilmir. Bəzən yeməyin içindəki dad keçmişin xatirəsi olur. Sən dəyişmək istəmirsənsə, bədənin dəyişir və bu dəyişim sənə yük olur. Dəyişmək isə sənin haqqındır. Özünə bu şansı versən, onu birlikdə reallığa çevirər. Bu bir təklif deyil, sadəcə bir güzgü ola bilər. Əgər bu güzgüdə özünü görürsənsə, onda sən hazırsan. Sadəcə baxmağımız qalır. Unutma ki, sən arzularını daşımaq üçün yox, onları yaşamaq üçün doğulmusan. Fikirləriniz çox maraqlıdır.